Bugün 31 Mart Dünya Azərbaycanlılarının soykırımı ilə əlaqədar sizlərə Çığılır kənd Dəyanət İbrahimov adına Ümumi Orta Məktəbində təhsil alan bütün şagirdlərə mənim və müəllimlər tərəfindən məlumatlar verilir. 31 Mart Dünya Azərbaycanlılarının soykırımı bütünlükdə Türk dünyasına qarşı olan faciə, soykırım və fəlakətlidir. Biz bunu heç zaman yaddan çıxara bilmərik. Həmin hadisələr 1918-ci ildə baş verildi. Siz təhsil aldıqca, oxuduqca, öyrəndikcə, araşdırdıqca görəcəksiniz ki, bu hadisələrin kökündə hansı səbəblər dayanır və tarixdə bu hadisələr necə baş verir? Bizə qarşı olan bu haqsızlıq, bu xəyanət, bu faciə bizim heç bir zaman yaddaşımızdan çıxmayacaqdır. Ona görə ki, tarixdə Azərbaycanlılara qarşı olan haqsızlıq, Azərbaycanlılara qarşı olan